Bizim günümüz var belədə də. Vurma yer tapırıq, buyu var, şlank var, motor var, küçəyə su vura bilmirik. Küçə bundan da bərbatdır, gəlib heç maraqlanan da yoxdur. Suyun içindədir, evin altı, üstü, hamısı suyun içində, evin arxasında suyun içindədir. Bütün həyət bacalar hamısı suyun içindədir. Küçələrdə uşaqlar gün orta dərsə nə ilə gezəcək, nə tər gezəcək, çıxarda bilmirəm həyətdən, qalmışam beləsinə, çıxılmaz vəziyyətdə. Həyətə düşə bilmirik, yüzə gedəmirik, bazara gedəmirik, heç ara gedəmirik, bir deyib bax qardaş. Para bıraq, bunu nağayraq, hətər eləyək. Evdə mənə yaşlı anam var, həyətə düşə bilmir. Nağayraq, biz dərdimizi gedək hara deyək, bizi ilə maraqlanan yoxdur. Küçə də belə, dal küçə belə, qabaq küçə belə. Vurmağa yer tapırıq, xahiş edilir bizə bir köməklik göstərsinlər. Ya maşın versinlər, ya nəsə bir kanalizasiyalara baxmırlar, təmizləmirlər. Bizim küçələr, o küçənin başı lap bərbad vəziyyətdədir, oradan var nə su axmır, nə də maraqlanan yoxdur. Nağayraq, dərdimizi gedək biz kömək deyək, xahiş edilir bizə kömək eləsinlər. Yağış yağır Kürdəmirdə, hal-hazırda küçələrdən istifadə eləmək olmur. Hamının qapısını su basır, ev, eşik, hamının həyəti suyun içindədir, küçələr suyun içindədir. Hal-hazırda da ki, mümkün deyil də ki, körpə, uşaq, ağsaqqal, ağrıyacaq, çıxsın küçələrdən geçsin dükana və yaxud da ki, xəstəxanaya. Mümkünatı yoxdur. Hər tərəf, bütün küçələr Kürdəmirəm, bütün küçələri suyun içində. Nədir problem ümumiyyətlə? Kanalizasiyanın işləməməyi. Kanalizasiya sistemi Kürdəmir rayonunda yoxdur. Kanalizasiya olmuş olsa, yəqin ki, bu sular çəkilər. Heç bir küçənin kanalizasiya sistemi işləmir. Rayonda müxtəlif ərazilərdə yağış sularının çəkilməsi üçün nasoslar quraşdırılıb. Axarların açılması və təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.